Hər kəsə salam uşaqlar. Bugün sizlərlə 7-ci sinif dimdən izaha baxacağıq. Deməli biz 4-cü bölmənin A variantının izahına baxmışıq. İndi isə gəlin B variantının izahına baxaq. Birinci sualla başlayaq. Deməli bizə belə bir diaqram veribdir. Və burada görürük ki, suda həll olma temperaturdan X-də yəni artıb. Biz də deyirik ki, temperaturdan bərk maddələr düz asıdır. Yəni, temperatur artdıqda bərk maddələrin həll olması artır. Deməli, X bərkmiş. Y-də isə azalıb. Deməli, qazların həll olması temperaturdan tərs asılıdır. Deməli, Y-də qazmış. Baxın, deyir ki, T temperaturunda X və Y-in həll olması eynidir. Baxaq, T temperaturunda X və Y-in həll olması eynidir. Bəli, deməli, birincidə doğru deyir. Temperatur artdıqca Y-in suda həll olması artır. Temperatur artdıqca Y tərs asılıdır. Y-in suda həll olması artmır, azalır. Ona görə ikinci səhvdir. X adi şəraitdə qaz halında olan maddədir. X adi şəraitdə bərkdir. Qaz halında olsaydı, yəni Y olardı. Ona görə üçüncü də səhvdir. X-in suda həll olması təzyiqdən asılı deyil. Bəli, bərklərin suda həll olması təzyiqdən asılı deyil. Ona görə 4-də doğrudur. Deməli, 1 ilə 4 düzdür. Bizdən də doğruları soruşur. Bir də D variantı olacaq. Növbəti suala baxaq. Deyir, doğru ifadələri müəyyən edin. Amonyakın fiziki üsulla tərkib hissələrini aramaq olur. Baxın, amonyakın formulu var. NH3. Deməli, bu nədir? Kimyəvi birləşmə. Kimyəvi birləşmələri fiziki üsulla tərkib hissələrini ayırmaq olmur. Yalnız qarışıqlar fiziki üsulla tərkib hissələrini ayırmaq olur. Ona görə də birinci səhvdir. Bir olanları çıxaq. Etil spirti su ilə homogen qarışıq əmələ gətirir. Bəli, etil spirti çünki onun tərkibin qarışdırdıqda, yəni etil spirti və suyu fərqləndirə bilmirik. 2 doğrudur. 2 olmayanı çıxdı. Kimyəvi birləşmədə əmələ gətirən elementlər sabit kütlə nisbətində birləşir. Bəli, bu doğrudur. Qarışıq ancaq əmələ gətirən elementlər yəni sabit olmayan, müxtəlif kütlə nisbətində birləşir. Kalium nitrat suda həll olmayan bərk maddədir. Kalium nitrat uşaqlar suda həll olur. Ona görə də 2-3 B variantı olacaq. Növbəti suala baxaq. Deyir, eğilər Venn diaqramına uyğun məddələri müəyyən edin. Amonyak və şəkər verilib. Deməli, amonyak qaz halındadır. Şəkər bərkdir. Deyir, su ilə qarışığı homogendir. Yəni, bunların hər ikisinə aiddir. Ona görə ortaya bir uyğun gələcək. Təzyiq artdıqda suda həll olması artır. Təbii ki, bu qazlara aiddir. Amonyak da qaz olduğuna görə bura yazacağıq. Temperatur artdıqda suda həll olması artır. Deməli, bu bərk aiddir. 3 isə bura uyğun gələcək. Deməli, 1-ə 2 uyğun gəlir. 2-yə 3 uyğun gəlir. Deməli, bu da yox çıxır, qaldı E variantı. 3 isə E variantı olacaq. 4-cü suala baxaq. Temperatur artdıqda hansı maddənin suda həll olması artır? Təbii ki, bərk maddə olacaq. Kalium nitrat olur. Amonyak qaz halındadır. Hidrogen xlorid isə qaz halındadır. Ona görə yalnız 1 olacaq D variantı. Doğru olanları müəyyən edin. Baxın, şəkər bərk haldadır. Hidrogen xlorid qaz halındadır. Deməli, bərk halda temperatur gəlib 30-dan 70-ə. Deməli, həll olması artacaq. Ona görə A kiçik olacaq B-dən. Qazlarda isə temperatur artıqda həll olma azalır. Deməli, D kiçik olacaq C-dən. A ilə B-nin müqayisəsində A böyük verib səhvdir. C ilə D-nin müqayisəsində C böyükdür, düzdür. Bu səhvdir. 4-də də A kiçikdir, B-dən düzdür. Deməli, 2-4 C variantı olacaq. 2-4. X su qarışığı emulsiyadır. X üçün hansı ifadələr doğrudur deyir. Deməli, emulsiyasiya suda həll olmayan maye olacaq. Adi şəraitdə maye haldadır, doğrudur. Suda həll olmur. Bəli. Glukoz ola bilər, xeyr. Glukoza suda həll olur. Ona görə 1-2 olacaq. Qarışığa aid olanları müəyyən edin. Tərkibi kimya formula ifadə olunmur. Doğrudur. Tərkibindəki maddələr sabit kütlə nisbətində birləşir. Sabit kütlə nisbətində birləşmir. Bayaqlar demişdim, yəni müəyyən kütlə nisbətində birləşir. Fiziki üsulla tərkib hissələrini ayırmaq olur. Bu səhvdir uşaqlar. Fiziki üsulla tərkib hissələrini ayırmaq olur, düzdür. Ona görə 1-3 olacaq. Uyğunluğu müəyyən edin deyir.
Su ilə qarışığı suspenziyadır, bərk haldadır, su ilə qarışığı homogendir, mayedir, su ilə qarışığı homogendir. Uşaqlar, glukoza bərk haldadır və su ilə qarışığı homogendir. 2-yə oy olacaq. Sonra, xörək tozu bərk haldadır və su ilə qarışığı homogendir. B-də gedir 2-yə. Qum bərk haldadır və su ilə qarışığı suspenziyadır. Yəni, suda həll olmayan bərk. 1-ə getdik C. Etil spirti mayedir, su ilə qarışığı homogendir. Təbaşir də su ilə qarışığı suspenziyadır, yəni suda həll olmayan bərkdir. 9-cu suala baxaq. Cədvəli tamamlayın deyir. Temperatur artdıqda suda həll olması. Oksigen qaz halındadır, bilirik. Kalium klorid bərk haldadır. Deməli, oksigen temperatur artdıqda suda həll olması azalır. Bərkdə isə temperatur artdıqda suda həll olması artır. Cədvəli tamamlayın deyir. 100 ml suda həll olan X-in kütləsi. Baxaq. Deməli, zaman keçdikcə həll olması artıb. Deməli, X bərk haldadır. Deyir, 35 dərəcədə 200 ml suda həll olan X-in kütləsi. 35 dərəcədə, baxın, 35 dərəcə bura dərəcəni göstərir. 100 ml suda, baxın, gətirək baxaq, deməli 30 qram həll olub. Deməli, biz belə yazaq. 100 ml suda 35 dərəcədə 30 qram X həll olubsa, onda 200 ml suda nə qədər X həll olar? Bilmirik. X də bərabərdir. Deməli, 200-ü vuracaq, 30-a böləcək 100-ə. Qaldı 60 qram. 60 qram. Tam bilinmədi. 60 olacaq. Sonra, deyir 20 dərəcədə 72 qram X maddəsi tam əldə etmək üçün lazım olan suyun minimum kütləsini qramla hesablayın. İndi baxaq uşaqlar. 20 dərəcəni deyir 72 qram X maddəsi. 20 dərəcədə 100 ml suda 18 qram X maddəsi həll olur. 100 ml suda 18 qram X maddəsi həll olur. Bəs 72 qram X maddəsi neçə qram milli suda həll olar? X də bərabərdir. 100-ü vuraram 72-yə bölərəm 18-ə. 70-in içində 4 dəfə, cavab 400. Deməli, cavab 400 olacaq. Belə uşaqlar, növbəti izah 1-ci yarım il üzrə yekunlaşdırıcı tapşırıqlar olacaq. Sağ olun.